namazın qəbul olma şərti Həzrət Peyğəmbərdir. Ona salat və salam göndərməkdir. Peyğəmbərsiz də din yoxdur. Peyğəmbərsiz Quran yoxdur. Sünnəsiz İslam yoxdur. Quranı açıqlayan da, Quranı insanlığa çatdıran da Peyğəmbər, onun pak əhl-i-beyti, eyni zamanda alimlər, əsrlər boyu bu yolda xidmət göstərən, qeyd elədiyiniz kimi səhabələr olublar ki, həyatların bu yolda infaq eləyiblər, fəda eləyiblər və bunları dinin içərisindən çıxadıb yeni bir din kimi cəmiyyətə təqdim eləmək qeyri-mümkündür. Bismillahirrahmanirrahim. Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Gələn günləriniz xeyir olsun, aqibətiniz xeyir olsun inşallah. Mənəvi dəyər proqramımız efirdədir. Bugün Allahın dininə yardım etmək və insanlara xidmət etmək barədə danışacağıq. Mövzumuz budur. Dəyərli qonağım Xocəsən məscidinin imamı Fərid İsmailovdur. Salamlayıram Fərid müəllim, sizə xoş gəlmisiniz. Aleyküm salam. Mən də sizi dəvətinizə görə sizə təşəkkür edirəm. Sizi və dəyərli izləyicilərimizi, bizi izləyənləri Allahın salamı ilə salamlayıram. Rəhman və Rəhim olan Allahın adı ilə həqiqətən də bugün ələ alınan mövzu İslamın ən önəmli, ən həssas mövzularından biridir. Allaha yardım eləmək, Allahın dininə yardım eləmək və eyni zamanda insanlığa xidmət eləmək. Uca Rəbbimiz Quran-ı Kərimin Muhammed surəsinin 7-ci ayəsində belə buyurur. Bismillahirrahmanirrahim. Ya eyyuhellezine amenu in tansurullaha yansurkum ve yusabbitu aqdamakum. Sadaqallahul aliyyul azim. Uca Rəbbimiz bu ayədə buyurur ki, əgər siz Allaha yardım etsəniz, Allah da sizə yardım edər və sizin qədəmlərinizi sabit edər, sağlam edər. Əgər biz bu ayəyə nəzər yetirsək, görərik ki, Allah bizi özünə bir yardıma çağırır və ayənin müxatəbi iman əhlidir. Ayənin əvvəlində Allah iman əhlinə müraciət eləyir və özünə və dininə kömək məsələsində iman əhlin yardıma çağırır və bu mənada ki, əslində Allahın nə bizim ibadətlərimizə, nə bizim yardımımıza, köməyimizə heç bir ehtiyacı yoxdur. Çünki Allahu Saməd, Allah ehtiyacsızdır və Allah əslində bu məsələdə bizi agah etməklə, bizi bu yardıma dəvət eləməklə, bizi onsuz da görülən işlərin içərisində, onsuz da baş verən hadisələrin içərisində Allahın külli iradəsi ilə baş verən kainatda, varlıq aləmində, yer üzündə baş verən hadisələrin içərisində bizim də zəhmətimizin və əməyimizin olmasını istəyir və təfsir alimləri bu ayəyə izah verərkən müxtəlif təfsiri yanaşmalar buyururlar və belə bir təfsirdə yanaşmalar var ki, Allah özünə və rəsuluna iman əhlin itaətə çağırır ki, mənə və mənim rəsuluma iman gətirməklə mənim dinimə yardım edin, mənə yardım edin. Çox təəssüflər olsun ki, bugün hələ də günümüzdə son dövrlərdə ən aktual mövzularda, sosial şəbəkələrdə də çox yayılan mövzulardan biri Həzrəti Peyğəmbərimizin adın və Peyğəmbərin sünnəsin dinin içərisindən çıxartmağa çalışırlar və bizə yeni sanki bir din təlqin eləyirlər, təqdim eləyirlər. Peyğəmbərsiz, sünnəsiz İslam, Peyğəmbərsiz İslam, amma bu əsla belə deyil. Çünki Quranın ayələrində Allah bizi dininə çağıranda onun öz adı ilə bərabər Peyğəmbərin də adın yanaşı çəkir və özünə itaətlə bərabər Həzrəti Rəsulullah sallallahu aleyhi və səlləmə də itaəti bizim boynumuzda haqq olaraq, vacib olaraq buyurur. Bir də Allahın dininə yardım eləmək məsələsində söhbət burada biz iman əhlindən gedir ki, iman əhlinin imanının güclənməsi, qüvvətlənməsi, onların doğru, düzgün yaşam fəlsəfəsi. Eyni zamanda bu ayədə Allah bizə xitab etməklə, iman əhlinə xitab etməklə onların imanının güclənməsindən, dini təbliği məsələlərdə iman əhlinin daha güclü olmalarından, iradəli olmalarından bəhs açır və eyni zamanda bu ayə həm də təfsir alimləri bu ayəyə yanaşan zaman buyururlar ki, bu şərt və nəticə ayəsidir.
Bu mənada ki, Allah inananların boynunda bir haqq qoyur, bir minnət qoyur, bir məsuliyyət qoyur ki, siz mənə yardım etdiyiniz zaman mənim tərəfimdən sizə yardım gələcək. Əgər böyük zəfərlər, böyük fəthlər əldə eləmək istəyirsinizsə, cəmiyyət olaraq, toplum olaraq, fərd olaraq, ümmət olaraq, əgər nailiyyət əldə eləmək istəyirsinizsə, bunun şərti bundan ibarətdir ki, siz mənə yardım edəcəksiniz yer üzündə və mən də sizə öz yardımımı endirəcəyəm. Maraqlıdır, həqiqətən də bayaq da qısa da olsa, ötər də olsa toxundunuz. Bu necə ola bilər də? Məsələn, bəziləri iddia edirlər də yalnız Allah, yalnız Quran kifayətdir bizə. Amma Allah burada görür ki, deyir mənə kömək edin. Yəni bunun təbii ki, bu ayənin mənası var, təfsiri var. Yəni nə mənada? Bunu kim açıqlaya bilər bizim üçün? Yəni öz rəyinə əsasən açıqlama verəcək. Olur Qurandan kənarda. Bəs sən deyirsən yalnız fəqət Quran. Bu fəqət Quran olmur. Mən sənə sual verəcəm. Yəni həmin şəxslərə, bu iddianı edən şəxslərə. Amma sən özün açıqlama verəcəksən, olacaq bu əlavə Qurandan kənar çıxmaq, yəni belə. Və maraqlıdır ki, bəziləri də deyirlər, Allahın nə ehtiyacı var sənin köməyinə? Allahın sənin köməyinə nə ehtiyacı var? Bu iki mənalı ola bilər də. Təbii ki, Allah ehtiyacsızdır. Bayaq da toxundunuz. Allahu Saməd. Amma həqiqətən də biz fəaliyyət göstərməyik bu sahədə. Məsələn, Peyğəmbərimiz o fədakarlıqları etməyəydi dinə görə. Məsələn, malının mülkünü paylamayaydı. Xanım Xədicə malını, dövlətini paylamayaydı. Əli əleyhissalam az qala canından keçməyəydi. Yəni bütün o səhabələr, digər səhabələr də məsələn İslamın uğrunda, dinin yayılması üçün fədakarlıq edirdilər həqiqətən də. Bəli. Yəni bunlar olmasaydı da Allah öz dinini yayacaqdı, sözsüz. Bəli. Amma burada fakt olaraq bu insanların, bu əzəmətli insanların köməyi ilə öz dinini yaydı. Bəli. Məsələn, Həzrət İmam Hüseynin vasitəsilə, yəni onun qanının vasitəsilə. Bəziləri deyirlər ki, İmam Hüseyin olmasaydı Allahın dini qalmayacaq. Qalacaqdı, yaşayacaqdı bir başqa formada. Amma fakt orada Allahın dininə yardımcı insanlar bunlar oldular. Bunu inkar eləmək olmaz da, deyir Allahın ona ehtiyacı yoxdur. Bəli. Fakt Quran ayəmiz var burada, çox da gözəl bəyan edirsiniz. Buyurun. Ümumiyyətlə bu məsələdə bir məsələyə nəzər diqqət yetirsək ki, bir halda ki Allah namazı belə peyğəmbərsiz qəbul eləmirsə, bir namazın ibadətin içərisindən, gündəlik qıldığımız namazın içərisindən biz peyğəmbərin adını çıxadaq, biz salavatı çıxadaq. Görəsən şəriətlə o namaz qəbuldur ya qəbuldur. Məzhəbindən asılı olmayaraq peyğəmbərin adı o namazın içərisindən çıxandan sonra o namaz qəbuldur. Namazın qəbul olma şərti Həzrəti Peyğəmbərdir. Ona salat və salam göndərməkdir. Bu mənada peyğəmbərsiz də din yoxdur. Peyğəmbərsiz Quran yoxdur. Sünnəsiz İslam yoxdur. Quranı açıqlayan da, Quranı insanlığa çatdıran da peyğəmbər, onun pak əhl-i-beyti, eyni zamanda alimlər, ariflər, əsrlər boyu bu yolda xidmət göstərən, qeyd elədiyiniz kimi səhabələr olublar ki, həyatların bu yolda infaq eləyiblər, fəda eləyiblər və bunları dinin içərisindən çıxadıb yeni bir din kimi cəmiyyətə təqdim eləmək qeyri-mümkündür. Bəli, doğru. Həqiqətən də biz ümumiyyətlə bu çox gözəl bir ayədir. Bunun təfsirə ehtiyacı var həqiqətən də və möminlərin işi nədən ibarət olmalıdır? Bax, necə digər bir vasitələrdən, necə Allahın dininə kömək etməliyik, necə edə bilərik? Bax, başqa nə deyə bilərsiniz? Demək, bu məsələdə bu ayənin nurunda, işığında biz necə edə bilərik ki, Allahın dininə tam mənası ilə həyatımız boyunca yaşadığımız müddətcə yardımcı olay. Bu mənada hədisləri ələ aldığımız zaman görürük ki, bizdən istənilən ən önəmli məsələlərdən biri sağlam imana sahib olmaqdır. Yəni bir möminin imanı ilk növbədə sarsılmaz, sağlam olacaq, o sabit qədəm olacaq, o vəfalı insan olacaq, Allaha verdiyi vədə tam mənası ilə əməl eləyəcək və bu mənada və dünya içərisində şəksiz və şübhəsiz imanın sahibi olacaq. Həm axirətə
iman gətirəcək, həm qeybə iman gətirəcək və imanının içərisinə zərrə qədər belə olsa tərəddüd qarışmayacaq. İkinci ən önəmli məsələ bu xüsusda Allahın dininə yardım eləmək məsələsində hədislərin yenə də işığında biz əməllə buna nail olacağıq. İbadət, sağlam ibadətə, sağlam təfəkkürə sahib çıxmaqla özümüz o Allahın bizdən istədiyi vacibi ibadətləri doğru, düzgün, sağlam şəkildə həyata keçirməklə biz bu məsələdə agah olacağıq. Üçüncü, dəvətlə İslamın və Quranın ən önəmli olmazsa olmaz məsələlərindən biri insanlığı yaxşılığa dəvət eləmək, insanları pislikdən çəkindirmək, necə ki Həzrəti Peyğəmbərimizin, onun xas səhabələrinin, dostlarının və əhl-i beytin bütün həyatı bundan ibarət olub. Günahkar demədən qapısına gedib və bir insan hətta qeyri-müsəlmanın, kafirin, müşrikün belə ayağına, qədəminə, qapısına gedib onu dəvət eləyib və bu yolda necə əziyyətlərə qatlanıblar və başqalarına doğru üslubla gözəlliyi təlqin eləmək, doğru üslub seçib və doğru üslubda insanlara o dəvəti çatdırmaq və dördüncü də bu məsələdə ən önəmli məsələ əxlaqlı və ədəbli olmaqdır. Çünki əxlaq möminin ən böyük zinətidir. Həzrəti Peyğəmbərimiz Rəsul-i Əkrəm sallallahu aleyhi və aleyhi və səlləm bir hədisində belə buyurur ki, sizin cənnətə girməyinizin məhşər günündə əsas səbəblərindən 2 səbəb olacaq. Onlardan biri Allah qorxusudur. Dünya içərisində Allahdan nə qədər qorxmusunuz, təqvalı olmusunuz, nə qədər həyalı ömür yaşamısınız. İkincisi də insanın cənnətə daxil olmasının əsas meyarlarından biri onun dünyada əxlaqlı və ədəbli olmasıdır. Ola bilər ki, bir insan fəqir ola bilər. Ola bilər ki, bir insan zəngin ola bilər. Amma bütün bunların içərisində insan varlı olmağa da məcburdur, fəqir olmağa da məcburdur. Amma insan əxlaqlı və ədəbli, namuslu və qeyrətli, həyalı olmağa Allah huzurunda dünya içərisində məcburdur. Fərid müəllim, Allahın da yardımı burada var. Qarşılıq olaraq Allahın da yardımından söhbət açılır ayədə və yaxud da Quran-Kərimin digər ayələrində. Bunu necə başa düşək? Allah, yəni o Allahın dininə yardım edənlərə necə yardım edəcək? Bax, bu da maraqlı bir məsələ. Əgər biz ayəyə nəzər salsaq, görərik ki, birinci ayə iman əhlinə xitab elədi, sonra onları Allah yardıma dəvət elədi və bu yardımın cavabında da Allah buyurur ki, yansurkum, Allah da sizə köməklik etsin. Allahın köməkliyi necə olur? Allahın köməkliyi belə olur ki, İnsan düşdüyü bütün sıxıntılarda, bütün çətinliklərdə, bütün bəlaların içərisindən Allahın bir müstəsna yardımı gəlir, bir köməyi gəlir. Biz Həzrəti Peyğəmbərimiz sallallahu aleyhi və aleyhi və səlləmin də dövrünə baxsaq, bəzən o müharibələrin içərisinə qayıtsaq, görərik ki, az necə çoxluğa qalib gəlir. Çox ağla gəlməz, çətin mübarizələrdən haqq əhli, iman əhli Həzrəti Peyğəmbərimizin başçılığı altında böyük nailiyyətlər əldə edirlər. Hicrət kimi böyük bir hadisə yaşanandan sonra Mədinədə Allahın Rəsulunun həyata keçirdiyi islahatlar və hətta həmin dövrdə necə çətinliklərə qatlanır. Bazar Yəhudilərin əlində olur, iqtisadiyyat Yəhudilərin əlində olur. Həzrəti Peyğəmbər böyük islahatlar Allahın lütf və inayəti ilə həyata keçirir və insanlar arasında Mədinədə bir bərabərliyi həm ticarətdə, həm alış-verişdə, həm bütün məsələlərdə insanların haqq və hüquqlarında bərabərliyi bərpa eləyir və Allahın müstəsna yardımı gəlir. İkincisi, Allah yardım eləyəndə necə olur? İnsanın daxilinə, insanın qəlbinə bir rahatlıq gəlir. İnsanın qəlbi belə deyək, sabit olur. İnsan hansı təlatümlərə baxmayaraq, çətinliklərə, imtahanlara, istirablara düşməsinə baxmayaraq onun qəlbi dəyişilmir. Qəlbinin havası dəyişilmir. Allaha olan təslimiyyəti, Allaha olan bağlılığı heç bir halda dəyişilmir. Allahın yardımı gələndə
insan istiqamət və iman yolunda sabit qədəm olur. Bu da bir möminin ən önəmli xüsusiyyətlərindən biridir ki, necə ki Allah həmin bu ayədə buyurur ki, Allah sizə yardım etsin və sizin qədəmlərinizi sabit eləsin. Bu mənada ki, insanın ayağı büdrəməsin, imanı büdrəməsin, insanın imanı sarsılmasın. Bu çox önəmli məsələlərdən biridir. Bir də Allahın yardımı gəldiyi zaman insan uğur qazanır və insan eyni zamanda əlin hansı işə atırsa, hansı niyyət eləyirsə, Allah ona uğur gətirir, onun işlərinə uğur verir. Eyni zamanda Allahın yardımı gəldiyi zaman insan və o cəmiyyət, o toplum mühafizə olunur, qorunur Allah tərəfindən. Allahın yardımı gəldiyi zaman insanın və toplumun işinə, niyyətinə, həyatına bərəkət gəlir. Allahın yardımı olan bir yerə, nəzəri olan bir yerə müstəsna bərəkət gəlir və bu mənada İmam Səccad əleyhissalam Səhifə-i Səccadiyyədə belə bir məşhur duası var. İmam buyurur ki, İlahi qəlbimizi dinində sabit et və bizi ayaqda saxla, bizi sabit qədəm et və səni tanımaqda bizi qəflətdə olanlardan etmə. Haqq yolundan bizi azdırma. İmam Zeynalabdin əleyhissalamın ən məşhur dualarından biridir. Fərid müəllim, insanlığa xidmət necə olmalıdır? Bu arada da ötəri olaraq toxundunuz. İstərdim biraz ətraflı, geniş məlumat verəsiniz. Yaradılanı yaradana xatir sevmək, hörmət etmək, bax bu mövzu da var hədislərdə. Eşidəsiniz bunları? Allaha yardım məsələsində ən önəmli məsələlərdən biri Allahın bizdən istədiyi və hədislərə baxdığımız zaman qənaətə gəldiyimiz məsələlərdən biri də insanlara xidmət eləməkdir. İnsanların qayğısına qalmaqdır. Bu nə cür olur? Allah bəzən Quran-ı Kərimdə bizə bir bal arısın misal çəkir və hətta adına ayrıca surə inib, surə var. Quran-ı Kərimin Nəhl surəsi 128 ayədən ibarət olan, Məkkədə nazil olan surələrdən biridir. Surə öz adın 68-ci ayədə bal arısı keçən o isimdən götürür və bu bal arısın Allah bizə Quran-ı Kərimdə əbəs yerə misal çəkmir. Rəbbimiz buyurur ki, Bismillahirrahmanirrahim və əvhəynə Rabbukə ilən nəhl ilə əxiril ayə sadaqallahul əliyyul əzim. Allah buyurur ki, biz sənin Rəbbin bal arısına vəhy elədi, dağlarda, ağaclarda, insanların yaşadıqları evlərdə, çardaqlarda özünə ev tik, pətək qur və istədiyin qədər meyvələrdən ye və nəticə etibarı ilə sənin üçün Allahın təqdir etdiyi yolda, təyin etdiyi yolda rahat ged. Bal arısına Allah vəhy eləyir. Və bu ilahi misiyanı, bu vəhyi, bu işi, müqəddəs işi icra eləyən arıda nəticə olaraq Allah ayədə buyurur ki, onun qarnında ağ, sarı, qırmızı, insanlar üçün çox şəfa qaynağı olan bir bal yarandı, balı yaratdıq ki, o insanlara fayda verir. Və çox qəribədir ki, bal arısı alimlər bunun üzərində, bu ayənin üzərində çox işləyiblər. Çünki Allah bizi sonda, ayənin sonunda 69-cu ayədə təfəkkürə çağırır. Allahın bu məsələsi barəsində düşünün, daşının, təfəkkür eləyin bal arısının gördüyü bu işin müqabilində. Alimlər buyururlar ki, bal arısı bir banka balı, 1 kilo deyək balı meydana gətirməkdən ötürü 40 min arı 6 milyon çiçəyə qonur. 6 milyon çiçəyə gedir, gəlir, daşıyır. 40 min arı əvəzsiz və nöqsansız şəkildə çalışır. Və ardıca buyururlar ki, bir dəqiqədə bir arı, bir dəqiqədə 11-12 min dəfə qanad çalır. Allahın möcüzəsi bir daha bizim üçün burada canlanır. Ki, necə ola bilər? İndi düşünün, 40 min arı
1-6 milyon çiçəyə yol qət eləyir, nə qədər yol qət eləyir bilmirik və 40 min arı hər dəqiqədə 11-12 min dəfə qanat salır. Bunu insan oturub istəsə, düşünsə, bu riyazi hesablamanın sonuna getsə insanın ağlı donur. Amma Allah bu işi bizə misal çəkir və deyir, düşünün, təfəkkür eləyin, necə bal arısı insanlığa xidmət eləyirsə, siz də insanlar üçün bu cür fədakar olun. Bu cür insanların qayğısına qalın, bu cür insanlara sevgi ilə yanaşın, insanlar üçün can yandırın və insanlığa xidmət göstərin və ariflərdən, alimlərdən birinin gözəl bir sözü var. Allah bal arısına bir vəhy etdi deyə o pətəyin evin bu cür balla doldurdu. Əgər insana vəhy olunan Qurana insan tabi olsa, onun qəlbi, onun evi, onun həyatı necə şirin nemətlə dolar. Və ardıca da buyurur ki, arı heç vaxt bu gördüyü işin müqabilində, ilahi vəhyin və təqdirin, əmrin müqabilində gördüyü işlə yanaşı heç vaxt milçəklərə, çiçəyin leşdən gözəl ətirli olduğun və yaxud da balın nəcasətdən şirin və dadlı olduğun heç vaxt başa salmaq üçün can atmaz. Bu məsələdə özün yormaz, o işinə baxar, ilahi əmrə baxar. Bu bir növ bizə bir mesajdır. Necə arı zəhmətə qatlanır və heç bir şeyə baxmadan çaba göstərirsə, insanoğlu da, iman əhli də, müsəlman da bir müsəlman qardaşın xilas eləmək üçün, insanlığı xilas eləmək üçün bu cür fədakar olmalıdır, bu cür istəkli olmalıdır, bu cür çaba göstərməlidir və eyni zamanda bizim üzərimizə bugün böyük bir məsuliyyət düşür. Məsuliyyət bundan ibarətdir. İlk növbədə insanlığı sevmək. İnsanlığı sevmədən insanlığa xidmət eləmək qeyri-mümkündür. Necə ki, Həzrəti Peyğəmbərimiz hər kəsi dəvət eləyirdi. Üzərinə zibil atan qadın 2 gün, 3 gün küçəyə çıxmadı. Allahın Rəsulü aleyhissalatü vesselam narahat oldu və getdi onun evinə. Onun halı ilə maraqlandı. Ona daş atanlara dua elədi ki, bilmirlər, məni tanımırlar. Bəlkə nəsillərindən bir nəfər iman əhli çıxacaqsa, onlara xatir ilahi rəhm elə, bəla göndərmə. İnsanlığa o qədər teşnə idi ki, Həzrəti Rəsulullah, Allah onun bu çabasına, bu teşnəsinə, bu mübarizəsinə Quranda ayə indirir ki, onlar iman gətirmirlər deyə, ya Peyğəmbər, özünü həlak mı edəcəksən? O qədər özün həsr eləmişdi insanlığa və bu günləri bizim günümüzün müsəlmanın üzərinə böyük bir vəzifə düşür. O da bundan ibarətdir ki, biz təkcə ibadətimizlə yetinməyəcəyik, biz təkcə məsciddə savab qazanmaqla yetinməyəcəyik. Bu günləri biz getdiyimiz hər yeri ibadətə çevirməyə çalışmalıyıq. Bugün biz evlərimizi məscidə çevirməliyik. Bugün biz evlərimizdəki abu havanı məsciddəki abu hava ilə eyniləşdirməliyik. Bugün çox çalışmalıyıq və mübarizə aparmalıyıq ki, çünki insanlığın həqiqətən də doğru əxlaqa, doğru üsluba, doğru məntiqə, doğru yola, İslamı olduğu kimi anlamağa, həqiqi mərifətə, Allahı tanımağa bugün insanlığın ehtiyacı var. İnsanlıq teşnədir bu məsələyə. Və eyni zamanda mənim universitetdə bir müəllimim var idi, Allah rəhmət eləsin, həmişə bizə bir misal çəkərdi. Deyərdi ki, qızıl balıq kimi fədakar olun. Və onu izah eləyərdi. Deyərdi, qızıl balığın bir növü var ki, o yeganə balıqdır ki, suyun, çayın əks istiqamətində yol alır. Dənizdən çaya düşür, maniyələri qət eləyir, suyun təzyiqin qət eləyir, şəlalələri qalxır qət eləyir, yay demədən, qış demədən yolu qət eləyir və gedir çayın mənbəyində çürü tökür və sonra ölür, həlak olur. O bilir ki, ora gedib çatanda, o çürünü tökəndən sonra, həyat qoyandan sonra özü həlak olacaq. Amma o əziyyətə qatlanır və o yolu qət eləyir. Nəticədə çürünü tökür, yeni həyatın başlanğıcını qoyur, amma özü həlak olur. Və buyururdu ki, siz də günümüzün müsəlmanı və mömini də qızıl balıq kimi fədakar olmalıdır, həyat qoymalıdır, özü həlak olsa belə. Və sonda sözümü İmam
Sadiq əleyhissalamın bir hədisi ilə yekunlaşdırmaq istəyirəm bu mövzuda, insanlığa xidmət məsələsində. İmam Sadiq əleyhissalam bir hədisində buyurur ki, bizim həqiqi davamçılarımız haqq sözü danışarlar, yeri gəlsə haqq uğruna susmağı bacararlar və haqq üçün dünyada mübarizə apararlar və bizim həqiqi davamçılarımız yeri gəlsə haqq uğrunda şərafətlə ölməyi belə bacararlar. Ona görə bu məsələdə insanlığa xidmət mövzusunda mən deyərdim ki, Allahın dininə bu gün, bu əsrimizdə ən böyük xidmət, ən böyük Allahın dininə, Allaha yardım eləmək, insanlara xidmət eləməkdən keçir, bir günahkarın qapısını döyməkdən keçir, bir hidayətdən, imandan uzaq düşmüş insanın qapısına getmək, bir günahkarın qapısına getməkdən keçir. Çünki hədis-i qüdsi buyurur ki, qiyamətin günündə Allah bizə sual verəcək, mənim dinim üçün nə etdin? Biz deyəndə ki, ilahi namaz qıldım, oruç tutdum, həccə getdim, Allah da cavabında buyuracaq, bunlar hamı sənin özün üçün idi, mənim bir günahkar qulum var idi, qonşuluğumda bir yetim var idi, bir imandan uzaq düşən bir bəndə var idi, neçə dəfə onun qapısına getdin, neçə dəfə yetimin halını soruşdun, fəqirin ehtiyacını neçə dəfə ödədin və bizdən insanlıq adına soruşulacaq çox məsələlər var. Bəli. Həqiqətən də Allah razı olsun sizdən Fərid müəllim. Allah sizi qorusun. Çox sağ olun. Elminizə bərəkət versin. İnsanlıq uğrunda canından keçmiş, insanlara xidmət uğrunda canından keçmiş şəhidlərimiz də var təbii ki. Allah hamısına rəhmət eləsin. Amin. Şəhidlərimizi həmişə olduğu kimi buradan da yad edirik. Allah onların ruhlarını şad eləsin. Amin. İnşallah növbəti həftə görüşəndə də sağlıqla qalın əzizlər.